Salam, hər vaxtınız xeyir olsun əziz Dalğa FM dinləyiciləri. 92.5 FM-də Biznes İnciləri verilişi ilə yenidən sizinləyik. Hər buraxılışımızda bir qadının zəhmətini, yaradıcılıq gücünü, öz yolunu necə inşa etdiyindən danışırıq. Bugün isə studiyamızda təkcə moda yaradan deyil, milli kimliyi parçaya, musiqini formaya, tarixi üsluba çevirən bir xanımdır qonağımız. Onun milli kino, Şəbi Hicran kolleksiyaları Bakıda və Astanada podiumlarda nümayiş olunub və media gündəminə çevrilib. Bu günlərdə isə o milli musiqi kolleksiyası ilə moda aləmində yeni bir səhifə açdı. Biznes İncilərinin bugünkü qonağı Metafor Fashion brendinin yaradıcısı, modelyer dizayner Mətanət xanım Bayramovadır. Xoş gəlmisiniz Mətanət xanım. Xoş gördük Gülər xanım. Necəsiz? Təşəkkür edirəm, minnətdaram. Buyurun. Deməli biz sizi tanıyırıq. Hətta bu son milli musiqi kolleksiyası bizə belə wow effekti yaratdı ki, həqiqətən belə bir şey hələ də aktualdır və siz milli musiqini, milli dəyərləri, milli kinonu və bizim milliliyimizi qoruyub saxlayırsınız. Biz tanıdıq sizi, amma bizi dinləyən dinləyicilərə özünüzü necə təqdim edərdiniz? Buyurun, dinləyirik sizi. Mən modelyer dizayner Mətanət Bayramova. Tərzim və üslubum əsasən milli kolorit üzərində qurulub. Yəni bu tərzi özüm seçmişəm. Ümumiyyətlə hər bir dizaynerin mütləq şəkildə bir tərzi olmalıdır. Əgər dizaynerin tərzi yoxdursa, onun üçün çox çətin olacaq. Yenidən işini başdan etmək məcburiyyətində qalacaq və mən belə deyək, patriot bir insan kimi hər zaman xalqımızı, Azərbaycanı çox sevən və hər zaman arzusunda olmuşam ki, Azərbaycanı təbliğ edək. Mən də öz sahəmdə bunu təbliğ edə bilim. Elə bu səbəbdən də milli kolorit üslubunda dizayner olaraq özümü yetişdirdim. Dizayner, modelyer ümumiyyətlə bu işin əlifbasını bilməlidir Gülər xanım. Baxın, əlifbasını bilməlidir. Siz neçə yaşından bu sahəyə, bu peşəyə yələndiniz? Yələndiniz deməyək də, nə zamandan siz özünüzdə hiss elədiniz ki, mən modelyer olmalıyam, sonra dizayner və s. və ilax. Çox gözəl sualdır. Mən ümumiyyətlə bir dərzi ailəsində göz açmışam. Anam çox gözəl, həqiqətən də bunu sözün əsl mənasında səliqəli tikməyi bacaran dərzi olub və belə yoğrulmuşam bu işin içində. İstər-istəməz Bakıda yoxsa bölgələr? Xeyr, Bakıda. İstər-istəməz mənə bu keçib, yəni bir genetik olaraq keçib və özümü tanıyandan etibarən evdə eskizlər filan. Eskizlər hər zaman çəkmişəm. Geyimlər, gəlinciklər, primitiv bu sözlər var, gəlincikləri var. Hər bir uşağın xəyal dünyası olur və o xəyal dünyasından siz artıq hiss edirsiniz, bu uşaq böyüyəndə kim olacaq? Məsələn, mənim bacım psixoloqdur, o da uşaqlıqda çox fərqli idi. Qardaşım musiqiçidir, o da uşaqlıqda. Yəni uşaqlıqdan bunu hiss etmək olur və beləliklə mən özümdə hər kəsdən fərqlənmək duyğusunu hiss etdim. Gənc qız olmuşuq, tələbə olmuşuq və ya şagird olmuşuq. Hər hansısa bir elementlə də olsa mən o sadə geyimdə fərqliliyi yarada bilirdim. İstər şarf olsun, istər bir bəzək əşyası olsun. Hətta məktəbdə belə. Bəli. Məktəbdə təbii ki, bizdə tədbirlər olurdu, sərgilərdə əl işlərim sərgilənirdi. Yəni aktiv olmuşam. Handmade olaraq, əl işləri olaraq çox fərqlənmişəm, seçilmişəm şagird olaraq da. Ümumiyyətlə fərqlənmək duyğusu məni gətirdi bu günlərə. Çıxartdı, çox şükürlər olsun. Amma təbii ki, təhsil çox önəmlidir. Təhsilim modelyer konstruktor olaraq, yəni ülgü tərtibatçısı olaraq aldım. Daha sonra isə müxtəlif kurslarla şükürlər olsun ki, 2016-cı ildə mən danışıram. Pərvin xanımla mən tanış oldum. O Azərbaycanı ilk dəfə İtaliya, Fransa və New York tərzi moda dərslərini Bakıya gətirdi. Və mən o xanımla bilirsiniz, bu sahə elədir ki, aktiv olmaq lazımdır və daim inkişafda olmaq lazımdır. Çünki dəb dəyişir, gündəm dəyişir. Baxın, dəb və moda elə bir sahədir ki, dünyada baş verən hər bir şey anındaca modaya təsir edir. Mövzu olaraq da. Yəni bura siyasət də daxildir, bura müharibələr də daxildir. Baxın, dünyada moda çevrilişləri
ən çox müharibə dövrlərində olub. 41-45-də artıq Christian Dior var idi, Chanel var idi və bu revolyusiya, yəni çevriliş vaxtı insanların həyat tərzinə də moda mütləq ki təsir edir. Səbəb nədir? Səbəb Çünki bizim bir qonağımız da demişdi ki, Bəli. müharibə dövründə parçalar belə dəyişdi, trap parçalara keçildi belə. Nədir səbəb? Səbəb odur ki, Aha. müharibə dövründə insanların psixologiyası, düşüncəsi, baxın, həmin dövrlərdə suliyyətlər necə idi? Çox rahat, çox asan suliyyətlər idi. Amma daha əvvəlki dövrlərdə, məsələn 17-18-ci əsrlərdə çox çətin bir suliyyətlər var idi. Qadınlar korsetlərdən istifadə Bəli. edirdi, düzdürmü? Konkret elə bil siluetlər idi. Müharibə dövründə insanlar artıq geyimin o çətinliklərini düşünmək rahatlığında deyildilər Bəli. və rahat geyimlərə keçmək məcburiyyətində idilər. Çünki insanlar artıq qidanı fikirləşməli idilər, sağ qalmağı fikirləşməli idilər və rahat üsluba keçməli idilər. Rahat üslubu mən deyərdim ki, Chanel ilk dəfə gətirdi. Hətta qadınlara şalvarı Chanel geyindirdi ilk dəfə və parçaların rahatlığını onda hiss edirsiniz. Bəli. Bizim bu hoodie dediyimiz kapşonkalı koftiçkaları, Bəli. köynəkləri Chanel gətirdi. Christian Dior isə couture. Həqiqətən də couture dediyimiz modelləri bəli, gündəmə gətirdi. Və istər-istəməz onların da öz müharibə düşüncələri olduğu üçün modelyer olaraq da dizaynlarına təsir etdi. Hər kəsin öz hekayəsi var və hər bir brend öz hekayəsinin əslində məhsullarını satır, mən belə deyərdim. İndiki dövrümüzdə Gülər xanım bir balaca tükənmişlik yaşanır. Amma mən sizə deyərdim ki, bu çox da çəkməyəcək. Hardasa bəlkə bir 10-15 il sonra biz artıq yeni bir etapa qədəm qoyacağıq. Bu artıq kosmos etapı olacaq, hansı ki artıq o gəlir. Bir müddət öncə bir çox dünya dizaynerlərinin də defilələrində biz onun şahidi olduq. Artıq kosmik fəza ilə bağlı geyimlər, rənglər gündəmə gəldi. Bugün mənim üzərimdə gördüyünüz rənglər belə neon rənglərdir və bu bir balaca hardasa o fantastik düşüncələri yaradır. Yəni bir neçə müddətdən sonra ümumiyyətlə dəb yenidən çevriliş yaşayacaq və tamamilə yeni dizaynlar görəcəyik. Baxın, deyirsiniz ki, dəb dəyişir və yaxud da çevriliş olacaq. Ümumiyyətlə bu dəbi kim yaradır? Dəbi təbii ki bizim Avropada Fransa, İtaliya bu kimi hansı ki moda sektoruna hakim ölkələrdir. Çünki o ölkələrdə moda şurası deyilən belə bir qurumlar da var. Onlar gənc dizaynerlərə dəstək olurlar ki, çünki dəbi yaradanlar əsas onlardır. Bəli. O dizaynerlər adətən və təbii ki dizaynerlərin qarşısında biznesmenlər durur, tələblər durur. Keçmişdə belə deyərdik, ildə 2 dəfə sezon təqdimatı olurdusa, geyimlərdə fəsil təqdimatı olurdusa, indi təsəvvür edin ki, 2 həftədən bir yeni kolleksiyalar tələb olunur dizaynerlərdən. 2 həftədən bir çıxan dizaynlar, təbii ki, kolleksiyalar tükənmişlik yaşayacaq. Amma belə bir şeylər də var. Bir də görürsüz ki, biz onu çox görmüşük. Siz daha yaxşı görürsüz və müşahidə edirsiniz. Bir geyim və yaxud da bir rəng bir ildən sonra və yaxud da 2 ildən sonra təkrar dəbə qayıdır. Sizcə bunun satışı yaxşı olduğuna görədir? Yoxsa ki, ümumiyyətlə dünya sevir deyə və geyinir və qadınlar öz qarderobunda hələ də o rəngə və yaxud da o üsluba yer verirlər deyə dizaynerlər məcbur olub onu davam edirlər. Nədir burada əsas nüans? Burada bir balaca rəssamlıq işləri də mövzuya daxildir. Çünki bildiyiniz kimi bizim əsas rənglərimiz var və geyimlərdə də bazıvi dediyimiz rənglər var. Bazıvi rənglər heç vaxt dəbdən düşmür. Qəhvəyi, boz, ağ, qara bunlar rənglərə aid deyil. Yəni bunlar baza rəngləridir. Bəli. Heç vaxt dəbdən düşmür və hər bir qadının mütləq ki qarderobunda olmalıdır. O ki qaldı trendlərə, dəblərə, bəli, bunlar dəyişə biləndi və təkrarən qayıda biləndi. Məsələ də odur ki, bu artıq mövzu qalmır. Ona görə mən özüm də məsələn dizayner olaraq görürsünüz, milli kolorit, keçmişi üslubumuzla indiki dövrü dizayn etməyə çalışıram. Amma yenə də orada yenilik axtarmağa çalışıram və yeni dizaynlar çıxarmağa çalışıram. Əslində çətindir yenilik yarada bilmək. Bəstəkarlar da məsələn yeni musiqilər, o keçmişdə eşitdiyimiz o
gözəl musiqilər görürsünüz, Bəli. get-gedə azalır. Amma azalsa da son dövrlərdə keçmiş musiqiləri, keçmiş Sintezləri. bəli, filmləri hətta belə yeni tərzdə, yeni formatda gənc nəsilə gözəl şəkildə təqdim edirlər. Hətta buna süni intellekt də qoşulub. Bəli. Nə gözəl ki, bizim hətta mən tanıdığım nə qədər cavan nəsildən olan insanlar, cavanlar var ki, bu mahnının köhnə versiyasını dinləmirdilər, amma yeni versiyası artıq onların dilində əzbərə çevrilir. Bəli. Əslində bu da bir plusdur da. Bu Çox gözəl bəli. mövzuya toxundunuz. Çünki o elə moda sektoruna da aiddir. Eynilə. Çünki Bəli. baxın, sual verə bilərsiniz Mətənt xanım, nəyə görə milli kino, nəyə görə şəbi hicran? Danışacağıq, bəli. Elə ona istinadən demək istəyirəm ki, mənə sual veriləndə milli kino fikri sizdə hardan yarandı? Nə də olmasa mən 86-cı il təvəllüdən bunu deyirəm. İstər-istəməz mən o duyğuları hər zaman yaşayıram, o nostalgiyanı. Və bir çox gənclərlə biz işləyirik. Və mən ilk dəfə belə deyək, Vaqif Mustafayev Bəli. adına hazırladığım geyimdə uşaqlara sual verəndə, gənclərə, tələbələrə sual verəndə heç tanımadılar bəziləri Vaqif Mustafazadəni. Əslində mən istəyərdim ki, bizim o kinolar unudulmasın, bizim o korifeylər unudulmasın. Bəli. Bu səbəbdən bu kolleksiyaları yaratdım ki, geyimlər həm müasir dizayndır, gəncin marağını cəlb edəcək, həm də üzərində bir tarix, bir incəsənət daşıyacaq. Buradan sintez əsasında bu gözəl kolleksiya yarandı. Bəs bu işinizi, peşənizi biznesə çevirmək necə ağlınıza gəldi? Metafor Fashion-dan danışaq biraz. Çünki onun təsisçisiz, ailəvi Ümumiyyətlə olaraq. moda sahəsi elə biznes deməkdir. Və heç də balaca bir biznes deyil, çox böyük bir biznesdir və yetərincə də belə deyək, vəsait tələb edən bir biznesdir. Çünki burada heç bir bizim dilimizdə ekonomiya, Qənaət, bəli, qənaətə yol vermək mümkün deyil. Yəni qənaəti sevmir bu sahə. Bəli. Əgər inkişaf etmək istəyirsinizsə, əgər qənaət etmək istəyirsinizsə, bunun mütləq ki, mass marketinqini yaratmalısınız. Mənim hal-hazırda dizayn etdiyim geyimlər prototiplərdir. Yəni bu geyimlərin hər birinin üzərində əl işi, qədim sənət nümunələri, sənətkarlıq işləri var. Bəli. Amma təsəvvür edin bu geyimlər necə baha başa gəlir. Bu geyimlər sənətkarlıq əlçatan növləri deyil. sizə. Onları kimlər eləyir? Komandada sırf yəni sənətkarlar işləyir. Bundan danışın ki, çox maraqlıdır ki, bunlar siz demişkən həm əl işləri çox baha olur. Bəli, Yəni bəli. onları yəni müdaxilə edə bilmirsən. Yenə gedib mağazadan bir nəsə alanda endirim etmə şansı olur, amma əl işlərinə ümumiyyətlə adam günah bilir ki, ona endirim elə. Çünki insan göz nurunu, əlinin əməyini verib ona. Bu yanaşmanız üçün sizə öncə təşəkkür edirəm ki, əl əməyinə dəyər verirsiniz. Bəli. Çox şükürlər olsun ölkəmizdə buna dəyər böyükdür. İnsanlarda da bu aşılanır yavaş-yavaş. Sualınıza belə cavab verərdim ki, mən ilk öncə geyim sahəsini yaxşı bilsəm də biznes üzrə çox risk etmədim. İlk öncə aksesuarlardan başladım. Yəni belə Xırda deyək. biznes kimi. Bəli, xırda biznes. Aha. İndi hal-hazırda üzərimdə gördüyünüz bu aksesuarlar. Hamısı sizə məxsusdur. Bəli, Nə əl gözəl, işləri də hər əl biri. işi. Buta elementi məsələn, xalça naxışları elementlərində sırğa, üzük və yaxud çantalar hazırlamağa başladıq. Kəlağaylardan, təmiz baskal kəlağayısından biz çantalar hazırladıq. Halbuki onun işlənmə texnologiyası çox çətindir. Axı kəlağay çox zərifdir. Bəli. Bunlar klevoylanır, maşında tikilir, süzülməməlidir və şükürlər olsun o Texnikal. çantaları hazırladıq. Müxtəlif əl işləri, çantaların üzərində bədii tikmələr, saç aksesuarları, broşlar, bunları hazırlayaraq mən bu məhsullarımla və sərgilərdə iştirak etmək istədim. Məqsədim həm brendi tanıda bilməkdir, həm də yeni sənətkarlarla tanış olmaqdır. Hardan başladınız? Çox maraqlıdır. Bəli. Müxtəlif qadın cəmiyyətləri var idi. Qadın cəmiyyətlərinə artıq burada networking əlaqələri işə keçir. Mütləq Bu şəkildə. sahənin xanımları mütləq ki, çox pozitiv olmalıdılar. Ünsiyyət bacarıqları çox Müştəri gözəl yönümlü olmalıdılar. olmalılar, Bəli, müştəri bəli. yönümlü olmalıdılar. Özlərini ifadə etməyi çox gözəl bacarmalıdılar. İşinizi görə bilərsiniz, amma işinizin gözəl təqdimatını bacarmalısınız. Bu da təbii ki, marketinqə aiddir. Qadın cəmiyyətlərində iştirak edərək elə ilk gündən çox sevildik, məhsullarımız çox sevildi və dəvətlər aldıq müxtəlif sərgilərə. Müxtəlif sərgilərdə mənim əsas məqsədim həmişədən də arzum ilk olaraq geyim olub. Geyim dizayn etməliyəm. Bəli. Amma işə birdən keçmək olmur. Yavaş-yavaş, bəli, irəliləmək yavaş-yavaş. lazımdır. Və bu sahədə çox təcrübəm olduğum üçün, çünki mən geyimin həm konstruksiyasını, ürgüsünü çıxardıram, həm tikirəm. Yəni dərzilərlə birbaş kontaktda mən artıq bilirəm ki, nə necə olmalıdır. Bəzən dərzilərimiz çaşbaş qalır ki, Mətənt xanım, dərzilər adətən belə deyərdim.
tam səmimi etiraf Buyurun. edəcəm. Modelyerləri çox da sevmirlər. Niyə sevmirlər? Çünki modelyerlər adət olunmuş geyimlər istəmirlər dərzilərdən. Yeni üslub, yeni qeyri-adi üslubu yeni fərqli. tikiliş, yeni ülgülər istəyirlər və bu çətin olur. Öyrəşilmiş bir şey Əslində o deyil. da maraqlıdır Əziyyət çəkmək özü lazımdır. yadda qalmaq üçün eləyir. Tamam, Bəli, amma düzdür. şükürlər olsun ki, hər zaman qarşıma çıxan insanlar çox gözəl insanlar oldular. Birgə enerjimiz çox gözəl oldu. Bir-birimizi çox gözəl başa düşdük və ona görə də gözəl kolleksiyalar yarandı, ərsəyə gəldi. Bəli. Və bu sənətkarları axtarmaqda, sərgilərdə məqsədim həmin o kolleksiyaları həyata keçirə bilməkdir. Söhbət bəlkə bir 3 il, 5 il bundan öncədən gedir. Halbuki keçən il çıxıb. Yəni Bəli. artıq bunların planını mən çox əvvəldən qururdum. Və sərgilərdə Çox xanımlarla maraqlı tanış motivasiya olduqca mənbəyiniz kimidir? motivator mənbəyim yalnız belə deyərdim, işlərim və özüm. İşlərin. Bəli. Biz bir incəsənət insanı olaraq tez inciyə bilirik, tez ruhdan düşə Bəli, bilirik. çox həssas, Bəli. bəli, Və bizi insanlar heç kim olurlar, toparlaya yaradıcı bilmir. insanlar. Bəli, yaradıcı insanlar çox həssas olur. Ancaq özümüz özümüzü toparlayırıq. Çünki Və mən- pillə-pillə gəlmək əslində çox çətindir. Çox Amma çətindir. siz əvvəldən bunun planını qurmusunuz ki, xırda biznesdən Bəli, böyük biznesə bəli. keçid. Aha. Elə ən gözəli də odur ki, Gülər xanım, çətinliyin içində mütləq ki keçməlisiniz. Baxın, Keçsəniz, o çox sizi vacib heç bir kim yıxa nüansdır. Çünki bilməyəcək. asan yolla getdiyin o qət etdiyin yol sənə o qədər də maraqlı gəlməyəcək axı. Sına biləcəksiniz, küsə biləcəksiniz. Tez bezəcəksiniz. Çünki asan Bezəcəksiniz, gəlmirsiniz axı bəli. yola. İnanın ki, bezmək deyilən bir şey yoxdur məndə. Mümkün deyil belə bir şey. Mən nə zaman ki nəsə bir balaca ruh düşkünlüyü yaşayıramsa, yenidən geyimlərimə baxıram. Geyimlərimin arasında, o geyimlərimin içində gəzə-gəzə Bəli. bu nüansdan digərinə nəsə əlavə edirəm. Köhnədən qalmış bir geyimi çevirib tamamilə başqa bir şey edə bilirəm. Aha. Bəli, mən əsasən də onları çox sevirəm Gülər xanım. Yeni dizaynlar yaratmaq bir başqa, köhnələrin üzərində işləyərək yeni bir şey yaratmaq tamamilə başqa bir zövq verir mənə. Baxın, köhnələr deyirsiniz, yadıma düşür Şəbi Hicran kolleksiyası. Evet. Bundan bir danışın da bizə. Çox Bəli. maraqlı bir kolleksiyadır. Belə Dinləmək deyərdim. istəyirik. Keçən il Füzuli yaradıcılığının 535 illiyi idi və bu yaradıcılıqda əsas nədir? Leyli Məcnun mövzusudur ki, Bəli. bütün dünyaya səs salmışıq bununla. Mən tarixə, ədəbiyyata, incəsənətə çox önəm verirəm və bunları da geyimlərimin üzərində istəyirəm daşıyaq, həm də bir Azərbaycançılığımızı təbliğ etmək istəyirəm. Gözəl şəkildə. Bəli, çünki baxın, Azərbaycan o qədər zəngin, gözəl bir ölkədir ki, hər bir qarşı, torpağı, insanı, əməyi çox dəyərlidir. Baxmayaraq ki, balaca bir ölkəyik dünyaya görə, amma çox dəyərlidir. Və mən arzusunda oldum ki, nəyə görə Hətta bəzi- jurnalınız da var. bəli, Hə? jurnalımız da Hə, çıxıb. nə Nəyə görə gözəl. bəzi Şəbi Hicran ölkələrdə, kolleksiyası. yəni bilirsiniz kimlərdən gedir söhbət, hansı mənfur düşmənlərimizdən gedir söhbət. Bəli. Heç özlərində olmayan bir tarixləri yazırlar, təbliğ edirlər. Məqsədim də o oldu. Azərbaycanı mən də öz sahəmə görə tanıda bilim. Və Leyli Məcnun mövzusunu birləşdirən gözəl bir dahi bəstəkarımız Üzeyir Hacıbəyov o operanı yazıb. Bəli. Bu il də Üzeyir Hacıbəyovun bilirsiniz ki, artıq yubileyidir, ilidir. Dövlət səviyyəsində hər bir yerdə tədbirlər təşkil olunur. Görün nə gözəl mövzudur. Dahi Üzeyir Hacıbəyov və Füzuli yaradıcılığı. İkisini birləşdirib sintez Bəli, halında. ikisini birləşdirərək ədəbiyyat, tarix, incəsənət üzərindən bir kolleksiya hazırlamaq istədim və Şəbi Hicran, ayrılıq gecəsi. Çoxları mənə sual verdi ki, Mətənət xanım, nəyə görə defilinizdə, kolleksiyanızda ayrılıq gecəsi qoymalısınız adını? Bunu da belə istəyərdim. Sizə kataloqun sonunda baxa bilərsiniz, görə bilərsiniz. Aha. Biz göstəri zamanı bir teatr qurduq. Göstərinin əvvəlində Məcnun çıxır səhnəyə və Aha. Məcnun öz Leylisini axtarmağa başlayır. Və bu zaman artıq modellər bizim Şəbi Hicran kolleksiyasını nümayiş etdirməyə başlayırlar. Məcnun hələ də Leylisini axtarır. 25 modelin sonunda bizim Leyli obrazımız gəlir. Leyli obrazımız əlində nar və gəlinlik obrazında gəlir. Və Aha. səhnənin sonuna doğru gəldiyi zaman Məcnun gəlir və mən onları nar ilə, yəni nar bizdə sevgi simvoludur. simvoludur. Nar ilə qovuşdururam. Yəni burada hardasa dizayner olaraq mən Leyli Məcnunu öz təsəvvürümdə, öz təxəyyülümdə qovuşdurdum və bir xoşbəxtlik duyğusu yaşadıq burada. Geyimlərin üzərində isə deməli burada
7 bəylərimiz üçün geyimlər hazırlanmışdı, qalanları xanımlarımız üçündür. Aha. Burada keçəçilik işi var. Mən hansı ki, bəli, o geyimlər Sizin bəzi şəkillərinizə baxıram, tam vərəqləyə bilmirəm. Verilişdən sonra, verilişdən öncə vərəqləmişdim. Bəzi geyimlər düzdür. Podium üçün, sırf yəni səhnə üçün nəzərdə tutulub, amma bəzi geyimlər var ki, onları biz gündəlik həyatda, yəni ziyafətlərə geyinə bilərik. Nə gözəl ki, belə bir şey eləmisiniz. Bəli, bəli. Elə məqsədimiz də odur. Yəni bunları muzeylik kimi yox, günümüzdə geyinilə biləcək geyimlərə çevirməkdir. Mənə sizlə maraqlıdır. Sonra bu geyimləri nə edirsiniz? Birdən kimsə almaq istədi və bir turist gəldi ölkəmizə, sizin bir kolleksiya ilə tanış oldu. Dizayner, modelyer öz geyimlərini satır və ya da ürəklə satır onu. Çünki axı onu belə bir sevgi ilə yaradır, evladı kimi onu əzizləyir. Əslində layihə rəhbəri kimi bizdə, mənim üçün də bu bir layihədir və onların hər biri mənim üçün doğmadır, evladım kimidir. Hər biri bir mövzudur. Bəli. Məsələn, bizim paltomuzun üzərindəki keçəçilik işində bizim sənətkarımız Maya xanım, onu buradan salamlayıram. Gözəl sənətkarımız Maya xanım dedi ki, Mətanət xanım, nə danışırsınız? Paltonun üzərinə mən necə keçə işini görüm? Yəni orada biz axı Leyli Məcnun əsərinin kompozisiyasını yaratmalıydıq. Məndə bir xüsusiyyət var, inad edirəm. Bunu bacarmalıyıq. Bəli, inad edirəm. Deyirəm ki, bu sektorda mənim üçün mümkün olmayan bir şey yoxdur. Və biz onu alındırdıq Maya xanımın. Düz 2 ay onun üzərində işlədik və o keçə işini o cür tətbiq etdi ki, hiss olunmadı. Sanki bu parça istehsalatdan belə çıxıb. Nə gözəl. O alındı. Alındı. Və müasir geyimlərə də onu tətbiq edərək bizim incəsənət xadimlərimiz bizə müraciət edir. Səhnə geyimləri olaraq tədbirlərdə onları istifadə edirlər. Edilir. O ki qaldı satışlarına, mən qeyd etmək istəyirəm ki, bizim bir çox geyimlərimiz turistlər tərəfindən alınır. Hal-hazırda Metafor Fashion brendinin mağazası olmasa da atelyesi fəaliyyət göstərir. Atelye bilirsiniz ki, brendi ayaqda saxlamaq üçün toy sektorunda iştirak etməyimiz çox vacibdir və bunun üçün atelye vacibdir. Geyimlərin sifariş olunmağı, tikilməyi. Amma Metafor Fashion brendinin geyimləri Bakının bir çox gözəl konsept store mağazaları var. Baxın, bu konsept store mağazalarda yalnızca yerli dizaynerlərin, Azərbaycan dizaynerlərinin kolleksiyaları nümayiş olunur və satışları həyata keçirilir. Bizim geyimlərin demək olar ki, əksəriyyəti turistlər tərəfindən alınıb və çox da geri dönüşlər çox gözəl olur. Çünki təsəvvür edin ki, Milli Kino kolleksiyasından bir seriya bizdə var idi ki, onlar tamamilə satıldı və üzərində təkrarı olur. Mən QR kodu çətindir təkrarı. Təkrarı çətindir. Çünki eynisini aldırmaq olmur. Üzərində qurama alındırarıq, amma üzərində qurama işi, sənətkar işi xeyli vaxt tələb olunur bunlardan ötürü. Amma mümkündür sifarişlə. Siz ilk yenilik gətirmisiniz bu moda sahəsinə. Geyimlərdə QR kod. Bu nə üçün lazımdır? Bundan danışın bizə. QR kodlarımız Gülər xanım. Belə mən bayaq turistlər dedim. Bəli. Təbii ki, özümüzün yerli əhalimiz üçün də, həm də turistlərimiz üçün də çox maraqlıdır. Bu bir kolleksiyada nəzərdə tutulur. Bütün kolleksiyalarınızda bütün kolleksiyalarda yox, təkcə Milli Kino kolleksiyamızda da, amma növbəti kolleksiyalarımızda da bunu nəzərdə tutmuşam. Milli Kino kolleksiyası və QR koddan da danışın, buyurun. Milli Kino kolleksiyası yenə də dediyim kimi kinolarımızı çox sevirəm. Təbliğatına görə. Bəli, və çox gözəl kinolarımız var. Bunları unutmamaq üçün, aktyorlarımızı, kinolarımızı unutmamaq üçün mən onları geyimlər üzərinə tətbiq etmək istədim. 8 geyimdən ibarətdir. Burada Təxminə və Zaur, Arşın Malalan filmindən, Bəyin Oğurlanması filmindən bir çox filmlərimiz var. Hətta kolleksiyalarımı özüm elə unuduram. Bunlarda frazalarımız var. Məsələn, Yol əhvalatı kinosu deyir, əmi sənə bir 5 antiqa plan cızmışdın. Uzun bir plaş hazırlamışıq və başında, bəyimizin başında o aerodrom papaqları var, Bakının keçmiş. Belə bir obraz, əlində təsbehi var və arxada, plaşın arxasında bu yazılıb. Və ilk baxışdan insanlar anlamır və yaxud gənclərimiz, turistlərimiz anlamır bunu. QR koda daxil olaraq həmin film anındaca YouTube kanalından açılır, həmin fraza eşidilir. Sadəcə olaraq mobil telefonunuzu yaxınlaşdırmaqla anındaca məlumat alırsınız geyim haqqında. Həm ingilis dilində, həm Azərbaycan dilində. Geyim necə ərsəyə gəlib, bu barədə də məlumat alırsınız. Var orada. Bəli. Və canlı olaraq filmi oradan izləyirsiniz. Nə gözəl. Kolleksiyanın bütün növlərinə aiddir. Arşın Malalan filmindən. Çox gözəl bir geyimimiz var idi orada. Kataloqda da görə bilərsiniz. Əskər obrazını, deməli, pulum var, var, pulum var. Gələrəm. Sözlərini biz pencəyin arxa hissəsinə bədii tikmə
əl işi olaraq, Əl işi qədim olaraq. sənətimiz olaraq həkk etmişik. Qollarında dollar işarələri var, o da bədii tikmədir və ciblərin üzərində dollar əskinazının üzərinə əskər obrazını həkk etmişik. Aha, Çox nə maraqlı maraqlı. yanaşmadır. Hansı ki Çox. dolların üzərində Franklinin şəkli var. Biz ora Bəli. əskər obrazını, yəni maraqlıdır. Çox. Turistlər üçün də maraqlıdır. Həm yanaşma yerli əhali üçün də. fərqlidir, Bəli. həm də təbliğatdır da. Yəni biz gülüş obyektinə çevirə-çevirə humoristik Mizah bir və olaraq, bəli, mizah bəli. olaraq biz bunu təbliğ necə gözəl Həm də və düşündürücüdür Gülər xanım. düşündürücü və yaşadırsınız. Filmləri yaşadırsınız Filmləri kinoya. yaşadırıq, Həm bəli. əyləncəlidir, həm də Fərqli sizə yanaşma turistlərə ilə. bu çox maraqlıdır. Bəli. Çox Çünki bilirsiniz, maraqlıdır xaricdə həqiqətən. bizim Arşın Malalan filmimiz də çox artıq təbliğat aparılıb, tanıyırlar da, Və də bilirlər bütün də. milli filmlərimiz, Bəli, bəli, bəli. kinolarımız Çünki buna təbliğatı layiqdirlər. güclü və bu çox gözəldir, Bəli, bəli. orada necə gözəl aktyorlarımız, orada necə gözəl Sənətkarlarımız, var. Bəli. Məqsədim onları yaşatmaqdır. Bu gün hansısa bir gənc üzərində Yaşar Nurinin sənə əjdaha lazımdır ifadəsində Bəli. olan bir cins gödəkçəni geyinirsə üzərinə və orada bir əjdaha motivi varsa, gənc həm düşünür, həm QR koda daxil olaraq Bəli. film haqqında məlumat alır. Bəs Səfəv dövlətinin banisi, klassik Azərbaycan şairi Şah İsmayıl Xətainin kəmərinin Bəli. motivləri əsasında nə yaratmısınız? Səs salıb hər yerə. Bəli, bəli. Demək, ilk öncə qeyd etmək istəyərdim ki, bu fikir məndə necə yarandı? Bizim gözəl tarixçi etnoqraf Gülzadə xanımla bir dialoqumuz oldu, bir ünsiyyətimiz oldu və bunun əsnasında mən orada Şah İsmayıl Xətainin kəmərini gördüm. Aha. Təbii ki, kəməri canlı görmək burada olmur. O Türkiyədədir, bəli, səhv İstanbuldadır, etmirəmsə. nümayiş Şeydir. olunur. Kəmər məndə çox maraqlı hissiyat yaratdı. Həm də baxın, Şah İsmayıl ilk dəfə Azərbaycan türkcəsini dövlət dili elan Bəli, edib. Görün nə bəli. gözəl və türkcə şair şeirlər yazan şahlarımızdan Həm olub. şahdır, həm şairdir, Bəli, bəli. yəni Yəni tarixi şəxsiyyət olaraq tarixi çox önəmlidir. şəxsiyyət. Bu səbəbdən məndə yenə o duyğular yarandı, yenə o ideyalar yarandı və mən nə neçə etdim? müddətə araya ərsəyə gəldi? Bizim pencəyimiz 3 aya ərsəyə gəldi. Çünki üzərindəki əl işləri şahın kəmərindəki olan motivlərin əl işləridir və burada hər biri təbii, eyni ilə imitasiyasıdır. Hər biri təbii daşlardan hazırlanıb. Onun biz ilk öncə eskizini hazırlamışıq. Təsəvvür edin, nə qədər nümunələr çıxartmışıq, razı qalmamışam, nümunə çıxartmışıq, razı qalmamışam. 2-3 axırda bunu alındırdıq. Bəli. Və məndə belə bir xüsusiyyət var ki, bezmirəm, usanmıram. Ta ki o istədiyimi Bəli. əldə edənə qədər. Bunlar motivlər hazırlanandan sonra təbii ki, pencəyimizi hazırladıq. Pencəyimiz bəylərə aiddir, kişi pencəyidir. Bəli. Amma qadınlarımıza da o dizayner xüsusiyyətini işə salaraq nəsə bir şeylər, kəmərlə və yaxud hansısa bir ətəklə onu dizayn edə bilirəm. Kombin eləmək. Əsasən kombin edirəm. Əsasən bəylərimizə hazırlanıb və bu casual üslubdadır. Biçim tərzi, üslubu müasir dövrdəki tərzlərə uyğundur. Pencəyimizi etməkdə əsas məqsədim Gülər xanım o idi ki, çox istəyirəm ki, incəsənət xadimlərimiz bu pencəyi, bu luku öz üzərlərində nümayiş etdirərək Azərbaycandakı təbliğatı da aparsınlar. Yəni bu Bəli. xaricdə də ola bilər. Hansısa gözəl bir incəsənət xadimimiz xaricə dəvət ala bilər, ümumiyyətlə dövlət tədbirlərində iştirak edə bilər. Qoyun mən verirəm, yəni gəlsinlər atelyemdə ürəkləri istəyən geyimi Nə istifadə gözəl. etsinlər. Çünki bunlar əslində heç mənim də deyil. Mən bunları hazırlamışam, bunlar elə bizim xalqımızındır. Nə gözəl. Yəni bu bir çağırışdır. Bəli, bəli. Əla. Yəni gələ bilərlər, müraciət edə bilərlər. Çünki geyimlərin hər birinin üzərində həm müasirlik, həm də qədim adət-ənənələrimiz var. Bir sual verəcəm sizə. Bu moda biznesində qadın olaraq qarşılaşdığınız ən böyük çətinlik nə olub? Mövzuya belə başlamaq istəyərdim ki, Azərbaycanda, Bakıda hal-hazırda artıq neçə ildir, bir 3-4 ilə yaxındır fashion weeklər keçirilir. Bəli. Müxtəlif fashion weeklər Moda keçirilir, həftələr, moda bəli. həftələri keçirilir və ilk illərə baxaraq daha da öz üzərlərində çalışırlar və mükəmməlliyə doğru gedir. Hələ o səviyyəyə çatmayıb, amma gedir. Gedir. Bəli. Bu moda həftələrində əslində biz dizayner tutalım bir kolleksiyanı nümayiş etdirmək istəyiriksə, burada xeyli vəsait tələb olunur. Bir kolleksiyanın ərsəyə gəlməyi sizin təsəvvürünüzdən də ötə bir maddi tələb var burada.
və dizayner təbii ki, o maddiyyatı qoyursa onu götürməlidir ki, öz fəaliyyətini davam etdirə bilsin. Bəli. Bu moda həftələri isə əsasən belə qurulmalıdır Gülər xanım. Burada bayerlər olmalıdır. Burada moda kritikləri olmalıdır. Burada müxtəlif ölkədən, yəni jurnalistlər, hətta öz ölkəmizdə də olmalıdır ki, sizin kolleksiyanızdan sifarişlər verilməlidir, olmalıdır. Hal-hazırda bizdə bu tendensiya yoxdur. Sadəcə olaraq Bəs Model of Azərbaycan bu yaxınlarda iştirak etdi orada. Orada yəni dəvət necə oldu və verilişimizin sonuna yaxınlaşırıq. Bundan da qısa danışın. Necə keçdi heç bilmədim. Best Model of Azərbaycan yarışmasının prezidenti Elxan Paşayevə mən buradan dərin təşəkkürümü bildirirəm. Elxan Paşayev özü mənə müraciət etmişdi. 2022-ci ildə, 2023-cü ildə səhv etmirəmsə biz ilk dəfə orada iştirak etdik və bundan sonra biz mütəmadi iştirak edirik. Mənim isə burada iştirakımın əsas səbəbi odur ki, bu moda həftəsi deyil. Bu yarışmadır. Deyə bilərsiniz, niyə Mətanət xanım Best Model? Çünki gözəl əsl modellərin üzərində geyim geyindirmək çox asandır. Nə geyindirsəniz yaraşacaq. Nə etsəniz gözəl qalacaq. Hansı kolleksiya ilə orada çıxış etdiniz? Biz orada bu dəfə milli musiqi kolleksiyasına iştirak etdik. Ən son kolleksiyamızdır və möhtəşəm bir kolleksiya oldu. Mən orada bizim deyir xalqımın toy kimi gözəl adət-ənənəsi var. Bəli. Gəlinliyimizin üzərində həm də bir Azərbaycan bayrağını nümayiş etdirdik və tar, kaman, qaval. Bunlar üçü də gəlinimizin ətrafında nümayiş olundu. Və gəlinimizin tacının üzərindəki ay ulduza da fərqli yanaşdım. Bu da türkçülüyü bildirən bir ay ulduzdur. Yəni Azərbaycan tək Azərbaycandan ibarət deyil. Bütün türk xalqları, bütün türk xalqları birləşməlidir. Həm moda sahəsində, hər bir sahədə bəli bir olmalıyıq. Bir-birimizə kömək, dəstək olmalıyıq. Bu kolleksiyada da nümayişimin əsas məqsədi bu idi. Həm də milli musiqi alətlərimizi yenə təbliğatını aparmaq idi. Həm ölkəmizdə, həm ölkə xaricində. Elə ölkə xarici demişkən bilirsiniz ki, bəli, Qazaxıstandan elə Şəbi Hicran kolleksiyamızla keçənki kolleksiyamıza dəvət aldıq və orada olan iştirakımızda, sərgilərimizdə növbəti Fashion Week-ə dəvət aldıq. İndi isə digər ölkələrlə danışıqlar gedir. İnşallah ki, yeni mövzularla sizə yenə qonaq olarıq. Çox gözəl danışdınız və öz peşənizi, bu modelyer sənətini o qədər gözəl təbliğ edirsiniz ki, biz buna görə sizə dərin təşəkkürümüzü bildiririk və qeyd eləyək ki, qonağımız Metafor Fashion brendinin yaradıcısı, modelyer, dizayner Mətanət Bayramova idi. Təşəkkür edirik gəldiyiniz üçün. Gülər xanım, mən təşəkkür edirəm. Çox gözəl, həqiqətən də ünsiyyətimiz, söhbətimiz alındı. Çox xoş təəssüratlar var. Doğma, çox doğma məkandır. Təşəkkür edirik sizə gəldiyiniz üçün. Bugün moda sadəcə geyim deyil, o xalqın ruhunu daşıyan bir dildir. Qonağımız kimlikdən, yaddaşdan, qadın gücündən və mədəniyyətin modadakı səsindən danışdı bizə. Bugünlük bu qədər. Sizinlə mən idim Gülər İlxan qızı. Hələlik.